Cümlənin neçə növü var? Azərbaycan nə olduğu kimi. Məqsəd və intonasiyaya görə 4 növü var. Nəqli, sual, nida və əmr cümləsi. Nəqli cümlə özü neçə yerə bölünür? 2 yerə. Təsdiq, bir də inkar. Təsdiq cümlə haqqında məlumatı bilirsiniz. Zaten orada belə bir ciddi bir qayda yoxdur. İnkar cümlə haqqında da biz inkar əvəzləri keçəndə demişdim sizə. İnkar cümlədə bir inkarlıq varsa, başqa bir inkarlıq verə bilmirik. Sonra inkar cümlədə sam və törəməni verə bilirəm mən? Yox. Eni və törəməni işlədə bilirəm. İnkar cümlədə ən bağlayıcısından istifadə etmirik. Həmçinin sözləri bağlamaq üçün ən bağlayıcısından istifadə etmirik. Bu qaydaları bilsəniz kifayət edir. Keçdik uşaqlar digər qaydamıza. Digər qaydamız nədir? Artıq keçirik cümlənin sual cümləsi növünə. Bizə əsas bu gün danışacaq biz sizlə sual cümlələrindən. Sual cümlələri özü 4 yerə bölünür. Deməli, hansı cümlələrdir? Ümumi suallar, buna ikinci adı olaraq deyirik yes no questions. Həm common questions adlanır, həm yes no questions. Çünki bu suallara biz necə cavab veririk? Yes, no olaraq cavab verə bilirəm. Ümumi suallar. Xüsusi suallar var, hansı ki sual əvəzləri vardı. Keçən dəfə birinci ay bundan qabaq keçmişdik biz sual əvəzlikləri. Onlarla bağlı bir də biz onlarla bir tanışlığımız olmalıdır ki, yada salaq ki, çünki testlərin bəzilərində biz doğru cavabı tapmaq üçün sual əvəzinin tərcüməsini bilməliyik. Bilmədiyimiz halda çətin olacaq tapmaq. Sonra gəlir ayrıcı suallar. Ayrıcı suallar. Ayrıcı suallar tag questions deyil də buna. Bir də keçəcək sizlə seçmə suallar, alternativ 2 yoldan birini seçməliyik də cavab verərkən. İlk öncə danışırıq uşaqlar hansı suallar? Common questions. İkinci adı yes no questions. Bunları niyə belə adlandırırıq biz? Niyə yes no questions adlandırırıq? Yəni xüsusi suallardan fərqi nədir bunların? Bir ümumi sual var, bir də xüsusi sual var. Fərqləri nədir? Bax, uşaqlar mən deyirəm ki, Azərbaycanda bir cümlə deyirəm. Deyirəm ki, onlar bugün Londona yola düşdülər. Buna sual versəm necə olacaq? Onlar bugün Londona yola düşdülər. Azərbaycan dilində sadəcə intonasiya dəyişir. İngilis dilində isə bu cümləyə sual vermək üçün nə ilə başlayacağım mən? Do, does, didlə verəcəm. Əgər cümlədə əmizar varsa, əmizar keçsə cümlələr var. Deyirəm ki, she is writing a letter now. Burada sual necə olacaq? O indi məktub yazır. She is writing a letter now-dursa, is keçir cümlənin əvvəlinə oldu ümumi sual. O indi məktub yazır, mən nə cavab verəcəm? Ya deyəcəm yes, ya deyəcəm no. O ilə buna deyilir nə? İkinci adı olaraq yes, no questions. Və yaxud da başqa bir cümlə deyirəm. Deyirəm ki, she goes to school with her brother. She goes to school. Goes hansı zamandır? İndiki sadə zaman. Does she go to school olacaq? Does əlavə elədim, oldu ümumi sual. Bax, burada bir nümunədə vermişəm. Yəni, nümunəyə də baxaq. Bax, burada vermişəm. Birinci cümləm nədir? Şalar. Birinci cümləm, müqəliyə verin biraz. Baxın, birinci cümlə, özünə baxaq cümlə. They went to the shopping yesterday. Onlar dünən bazarlığa getdilər. Onlar dünən bazarlığa getdilər. Bu sualı vermək üçün nəyinə verəcəm? Didlə. Did verirəm və went keçir nəyə? Qoya deyil. Əvvəlki formasına keçdi. Görürsünüz? Əvvəlki formasındadır. Və cümlənin nə var? Köçürəm gedir. Cümlədən heç bir cümlə özünü çıxara bilmərəm mən. Çünki bu ümumi sualdır. Ümumi sualda heç bir cümlə özü çıxmır cümlədən. Amma ikinci sual cümləmdə isə nəyə sual vermişəm? Yes-dir. Bu isə xüsusi sualdır. Niyə xüsusi adlanır bu sual? Special question ne deyilir buna? Çünki burada hər hansı bir cümlə özündə mən xüsusi olaraq sual verirəm. Və sual verəndə həmin cümlə özünü nə əvəz edir? Sual əvəzi həmin cümlə özünü əvəz edir. Buna deyirik xüsusi suallar. When did they go to the shopping? Yesterday yazmıram. Çünki onu əvəz edən nədir? When. Burada əvəz edir nəyi? Yesterday əvəz edir. Aydındır uşaqlar. Bu oldu xüsusi sualla ümumi sualın fərqi. Ümumi sualda heç bir cümlə özü çıxmır cümlədən. Amma xüsusi sualda isə nəyə sual verirəmsə, həmin cümlə özünü sual əvəzi əvəz edir. Bu oldu bizim xüsusi sualla ümumi sual arasındakı fərqimiz. İndi gəlin uşaqlar xüsusi suallarla bağlı bizim bir neçə qeydimiz var. Birinci qeydimiz kitabda da qeyd olunub səhifə 69-da. Cümlə sözünü ilə bitirsə. Cümlə sözünü ilə bitirsə, who verilir, what verilir, from ilə bitəndə B-də verilə bilər. Hadi nə oldu? Gəlin baxaq bir neçə testlər. Məsələn, bax, səhifə 97-yə baxın. Səhifə 97-də 6-cı testə baxın. Baxın, biz sözünü ilə bitib. Nə verərəm mən? Ya who ya da what. Hansı var? Who var, D variantı. 7-də by ilə bitib. Who ya da what, Y variantı. 8-də də eyni qaydası, 9-da da eyni qaydası. 9-da mən 2 dənə seçməliyik. Çünki who da, what da hər ikisi uyğun gəlir. Who were they waiting for? Onlar kimi gözləyirlər?
Bir də onlar nəyi gözləyirlər? What da verə bilərik. Bu oldu ilk qaydamız inşallah. İkinci qaydamıza baxırıq. When və what time. Bir də how long ago. Bunlardan sonra bitmiş zaman vermək olmaz. Bitmiş zaman vermək olmaz. Amma since when olarsa və how long olarsa bu zaman isə mən nə verirəm? Bitmiş zaman verə bilərəm. Burada testlərimiz var irəlidə uşaqlar. Gəlin baxaq olaraq. Bax səhifə 99-a baxın 53-cü test. 99-da 53-cü test. Baxırıq. Has he now. Bitmiş zamandır. Mən burada when-la what-dan verə bilmərəm. When-la what-dan sonra bitmiş zaman vermək olmaz. Deməli, C və D variantları atıldı. Sonra Y bəndi də səhvdir. How long ago var. Ago olan cümlədə nə verməliyəm mən? Did olmalıydı. Ago keçmiş sadənin zaman zərf etsə, mən orada did axtarmalıyam. B variantı da tərcümə ilə düz gəlmir. Deyir ki, has he known and. Nə qədər müddət o anla tanıyır? Nə qədər müddətdir ki, tanıyır? Yəni, burada how long müddətə verilən sualdır. Nə qədər müddət? Yəni, long sizi çaşdırmasın ki, uzun məsafəyə verilən sualdır. Yox. Burada müddətə verilən sualdır. Ona how long verməyimiz daha doğrudur. A variantı. Sonra bax, 83-cü testə baxın, orada da bax, uşaqlar. Hasn't the furniture been dusted? Burada da yenə when-la what time atılır. A və C variantları atılır. D variantı da kənarlaşdırırıq. Çünki how long ago varsa did olmalıdır. Və doğru cavab burada B olacaq. Çünki who hasn't been dusted, bu səhvdir ümumiyyətlə bunu verməyimiz. Niyə bəndi səhv olur uşaqlar? Çünki cümlə məhsul növdədir. Məhsul növdə şəxsi verməyimə ehtiyac yoxdur. Mübtəda verməyimə, Y bəndi verməyimə ehtiyac yoxdur. Əgər mən who versəm orada gərək cümlə by ilə bitsin. Onun üçün cavabımız burada müddətdə verilən sualdır deyə B variantım daha doğrudur. Sonra digər test qaydamıza baxaq uşaqlar. Mən istərdim bu dördüncü qaydaya baxaq. Dördüncü qaydamızda what, which, whose, how many, how much və what kind of. Bunlardan sonra ilk öncə isim verməliyəm, sonra feili verməliyəm uşaqlar. Buna aid də testimiz var burada. Məsələn 84-də baxın. 84-də nə var? Team, komanda. İsim, sonra feil gəlir. İsim, sonra feil gəlirsə, bax bunlardan hansını görürsünüz verin ora. Hansı var orada? 3 ilə 4. Who, which və whose. 85-ə baxın, shoes, ayaqqabı. İsimdir. İsim sonra feil gəlir. Hansını verərəm? What kind of, bir də which-i verərəm. Düzdür uşaqlar. Bu belə. Sonra geriyə çevirin, bax bu tərəfdə də testlərimiz var uşaqlar. Hansı ki isim sonra feil gəlir. Məsələn, 31-ci və 32-ci testləri görüb çaşmayın. Çünki burada uşaqlar, baxın cümlə sözünündən bitir, düzdür. Amma cümlədə nöqtələrdən sonra nə gəlir? İsim gəlir. İsim sonra feil gəlirsə, artıq biz nəyi tətbiq etməliyik? Bax bu əvəzliklərdən hər hansı birini verməliyik ora. Hansı var orada? 31-də nə verərik? Which olacaq. 32-də nə olacaq? 32-də də B variantıdır. 33-də də eyni qayda, 34-də də eyni qayda üzrə. Hamısında isim sonra feil gəlirsə, bəli, bu qaydanı tətbiq etməliyik ora. Bu belə. Sonra bax 25-ə baxın, isim gəlir. Shoes, ayaqqabılar. İsim gəlibsə yenə də 2 və 3 doğru cavabım olacaq. Aydındır uşaqlar sizə. Bu oldu növbəti qeydimiz. Bir də what-la bağlı bir qeyd də var burada uşaqlar. What-dan sonra isim gələrsə, hansı tərcüməsini verir what? Bir qayda nədir? Yəni, məsələn, biz deyirik, what color is your t-shirt? Sənin köynəyin hansı rəngdir? What-dan sonra isim gələndə, what-un tərcüməsi hansı olur? Bir də bilirsiniz də, what-la biz peşəyə də sual verə bilirik. Məsələn, what's your brother? Qardaşın nəsidir? Peşəyə sual verəndə də what nəsi tərcüməsini verir. Eyni zamanda da what nə tərcüməsini verir. Yəni, 3 tərcüməyə malik olan bir sual əvəzidir. Keçdik növbəti qeydimizə uşaqlar. What-la bağlı bir qeydimiz var burada. What yeganə sual əvəzidir ki, həm ondan sonra birbaşa isim verə bilərik, həm də birbaşa feil verə bilərik. Bax, nümunəyə baxın. What event did you hold last week? Keçən həftə hansı tədbiri keçirdiniz? İkinci cümləyə baxırıq. What do you do at the weekend? Həftə sonu nə edirsən? Burada ortaq olaraq götürməliyəm hər ikisinə. What götürməliyəm. Burada nə testlər var? Məsələn, 44-də baxın. 44-cü testdə birinci nöqtələrdən sonra isim gəlir, feil gəlir, is deyə. İkinci nöqtələrdən sonrası isim gəlir. Ortaq nə götürəcəyik? D variantı. Tərcümə nə tapa bilərsə, kim tərcüməsi tərcümə etməyi bacarır? Mən qısa yollar deyirəmsə, tərcümə etməyi yaxşıdırsa, tərcüməsi yaxşıdırsa, o tərcümə etmədən də tapa bilər. Məsələn, bax, tərcümə edərək tapa bilər daha doğrusu. Birinci suala baxın. Birinci cümlədə what is there on the sand? Qumun üzərindəki nədir? Üzərində o nədir? Və ikinci cümləyə baxın. Hansı kitabları yeniyetmələr oxumaq üçün maraqlanır? Hansı kitabları maraqlanır yeniyetmələr? Belə. What books are teenagers interested in? Burada da what verməyimiz daha doğrudur. Sonra bu belə uşaqlar. Növbəti qeydimiz.
Of məsələsi var. Uşaqlar, burada mən test gördüm bayaq, bilmirəm. Azaydı o, bayaq gördüm. Deməli, nöqtələrdən sonra of gəlir. Və nöqtələrdən sonra of gəlirsə, bax, 86-ya baxın. Nöqtələrdən sonra of verilirsə, burada which of, how many of və how much of verilə bilər. İndi burada bax, bizim 86-da isimimiz cəmdədirsə, how many of verilər və bir də which of olacaq. 3 və 4 doğru cavabımız olacaq. Bəzi testlər var ki, o tərcüməyə bağlanır. Məsələn, elə testlərimiz də var. Ha? Məsələn, normal xırda bir tərcümə eləməlisiniz. Məsələn, onlardan biri 82-dir. 82-yə baxın. Do you intend to have a party? Nə deməkdir? Tədbiri nə vaxt keçirmək niyyətindəsiz? Nə vaxt? Nə vaxt? İndi what time, bir də when olacaq. İnsan burada what qoysan, tədbiri nə keçirmək niyyətindəsən, düz gəlməyəcək. Tədbiri kimi keçirmək niyyətindəsən, whom qoysan, düz gəlməyəcək. Yəni, əvəzliyin tərcüməsini bilsəniz, yerinə qoyub düzəldə bilərsiniz doğru cavab kimi, hansıdırsa. Və 81-ə baxın. 81-i kim tapar? Bir daha baxın. Did they plan land at Geneva? Cenevrədir. Təyyarə Cenevrəyə nə vaxt endi? Bir də niyə endi? 1 və 3 olacaq. Bəli. Sonra 80-ci testdə biraz tərcümə lazım uşaqlar. Mən 80-ci testdə birinci cümləyə baxaq. Could you finish the work on time? Deyir ki, işi vaxtında bitirə bildin. İşi vaxtında necə bitirə bildin? Bəli. B, A bəndidir. How? Və ikinci cümlədə baxaq. How can the student improve himself? Tələbə özünü necə inkişaf etdirə bilər? Bəli, burada da how verməyimiz doğrudur. Belə. Sonra başqa qeydimiz qaldı mı? Bəli, qaldı bir dənə qeydimiz. Bir-iki qeydimiz var. Şolara da baxaq. Məsələn, who və what ilə mübtədaya sual verərkən do does did-dən sonra do does did-dən istifadə olunmur. Yəni, birbaşa feili verə bilərsən. Burada elə testlərimiz var. Məsələn, bax, 52-yə baxın şolar, 52-yə. 52-ci testdə makes gəlir. Birbaşa feil gəlir. Do, does, did olmadan birbaşa feil görürsünüzsə, artıq burada ya who'dur, ya da what'dur. Cavab olacaq burada yəqin ki what. İkinci cümlədə isim gəlir. Həm də biz dedik ama what'dan sonra isim də gələ bilər. Other types of work. İşin digər növləri. Artıq burada nə verər? İşin digər növləri deyəndə işin hansı digər növlərini edə bilirsən. Burada olacaq cavab şolar what, A variantı. Həm birincidə birbaşa feil gəlib, həm də ikincidə birbaşa isim gəlib. Ortaq olaraq götürməliyik burada what. Başqa nə qaldı? Bir dənə də şolar 35-ə baxın. 35-i necə taparsınız? Baxın. 35 tərcüməyə bağlı testi. Niyə o tədbirdə şənliyə gecikib? Bəli, niyə? Bir-bir qoyanda tərcümə ilə də tapmaq olar. Necə rahatdırsa. 37-də mənsiz sözünü ilə bitib. Sözünü ilə bitibsə, artıq biz burada ya who ya da what verməliyik. 38-də tərcümə deyəndə deyir ki, keçən il Misirə niyə getdi? Sən niyə getdin? Niyə olacaq deyə variantı. Bir də how often-la bağlı qeydimiz var. 9-cu qeyd edir deyəsən. Ya 10-cu qeyd edir, neçənci qeyd edir o? How often-la bağlı, 6-cı qeyd. How often-la bağlı testimiz var burada. Baxın test nömrə, uşaqlar, irəlidədə bu testləri. 118 və 119-a baxın. Deməli, uşaqlar, how often-ın tərkibindəki often hansı zamanın zaman zərfidir? İlki sadənin, düzdür. İlki sadə zamanda da biz hansı feildən istifadə edirik? Do does-dan istifadə edirik, düzdür. İstisna halda did-də verə bilirik, keçmiş zamanda da verə bilirik, amma əsasən do does-dan istifadə edirik. Deməli, how often-dan verilən sualın cavabında biz indiki sadə zamanın zaman zərfindən istifadə edib cavab verməliyik. Məsələn, mən deyirəm ki, how often do you have English lesson in a week? Yəni ki, həftədə neçə dəfə ingilis dərsləriniz olur? Sən nə deyəcəksən? Twice a week, 2 dəfə həftədə. Deməli, how often-ın cavabını nə ilə verməliyəm mən? İndiki sadənin zaman zərfi. Adətən once a week, twice a week ilə verilir. Bax, burada da aşağıda görürsünüz. 118-də cavab verilir twice a week ilə. Mən verməliyəm how often, B variantı. 119-da once a year verilir. Mən verməliyəm how often. Özə fikir verir, hər ikisində də nöqtələrdən sonra do does gəlir. Bu qaydaya da diqqət edərsiniz. Məsələn, 107-də nə verəlir uşaqlar? Bax, yenə də bax, has worn verilir, bitmiş zaman. Bitmiş zaman varsa, mən artıq when-la what time-ı atıram. How long ago-nu atıram. Çünki ago did-lə işlənir. Burada qalacaq cavabım B variantı. Çünki A variantı da how often-dan sonra nə olmalıdır? Do, does olmalıydı. Cavab olacaq B variantı. 104 tərcümədir. Kim tapar 104-ü uşaqlar? Bax, bir dənə burada diqqətli olun. Birinci, ikini götürə bilərik biz boşluğu. Bəli, sənə deyir ki, doğru variantı seç. Demir ha, sənə xüsusi sual cümləsini seç. Xüsusi sual cümləsini desəydi, bəli.
ya which, ya why, ya da what-dan birini seçərdik biz. Burada sadəcə deyir ki, doğru cümləni seç. Doğru sual cümləsi 2-dir, ikisi də 3-dür. Tərcüməyə baxırıq, deyir ki, turistlər niyə qəsəbədən çıxacaqlar? Bəli, burada alacaq 2 və 3 doğru cavabımız. Belə uşaqlar. Bu qədər deyəcəklərim. Kimin çətinliyi olarsa yenə də bizə yazarsınız, kömək edərəm sizə.